Ümumi günəş radiasiyası 40%, yəni 36 kilokalori bölünsün santimetrin kvadratı yer səthinin tərəfindən udulmuşdur. Müvafiq olaraq ümumi və əks olunan günəş radiasiyasının kəmiyyətini müəyyən edin. Burada bizə deyilir ki, 36 kilokalori 40%'dir. 40%'dir. X isə 100%'dir. Biz bu 100%'i tapaq. Bunun üçün nə edirik? Tənasübümüzü qurduq. Daha sonra 36 vuraq 100 bölünsün 40. Tənasübümüzü apardığımız zaman burada 90 kilokalori qalır. Bu nədir? 100%'dir. Yəni ümumi günəş radiasiyamız olur 90 kilokalori. Daha sonra bu udulan günəş radiasiyamız idi. 90 kilokaloridən çıxanda 36 kilokalorini qalır 54 kilokalori. Bu isə əks olunan günəş radiasiyası isə 54 kilokalori olur. Cavabımız ümumi günəş radiasiyası 90 kilokalori, əks olunan günəş radiasiyası isə 54 kilokalori. Cavab A variantı.